Herkese salam. Biz bugün sizinle test toplusundan adi və onlu kəsrə bölməsinin bir neçə nümunə misallar izahına baxacağıq. Gəlin əvvəlcə uşaqların qarışıq saldığı bir neçə misal diqqət yetirək. Uşaqlar adətən adi və onlu kəsrlərdə sonlu onlu kəsrləri tapmaqda çətin çəkirlər. Sonlu onlu kəsrlərin sayını müəyyən etməkdə, sonlu onlu kəsrləri seçməkdə çətin çəkirlər. Gəlin görək hansı onlu kəsrlər sonlu onlu kəsrlərdir. Sonlu onlu kəsrlər. Uşaqlar, sonlu onlu kəsrlərin məxrəci yalnız 2 və 5 vuruqlarla təşkil olunmalıdır. Yəni, ya 2 vuruq ola bilər, ya 2, ya 5, ya da 2 oldu, ya da 2 və 5 vuruqları. Yəni, məxrəcində 2, 5, 2 və 5 vuruqlar olan kəsirlər yalnız. Bu vuruqlar olan kəsirlər sonlu onlu kəsir şəklində göstərilir. Məsələn, 40-da 7 kəsiri sonlu onlu kəsir şəklində göstərilir. Çünki məxrəci 2 və 5 vuruqdan ibarətdir. Məsələn, 25-də 3 kəsiri sonlu onlu kəsir şəklində göstərilir. Məxrəci yalnız 5 vuruqdan ibarətdir. Məsələn, 32-də 5 kəsiri sonlu onlu kəsir şəklində göstərilir. Məxrəci yalnız 2 vuruqdan ibarətdir. Yəni 5, 2, 2 və 5 vuruqlar ibarət olan kəsirlər sonlu onlu kəsir şəklində göstərilir. Uşaqlar, məsələn, 36-da 7 kəsiri sonlu onlu kəsir şəklində göstərilmir. Niyə? Çünki 36-nın vuruqları iki vuruğu ilə yanaşı 3 vuruğu da var. Olmaz. Yalnız 2 və 5 vuruqları olmalıdır. Ona görə 36-da 7 kəsir sonlu onlu kəsir şəklində göstərilmir. Məsələn, başqa bir kəsir yazaq. Tutaq ki, 70-də 3 kəsiri. 70 kəsirin vuruğunun içində hansı vuruqlar var? 70, 2, 5, 7. Olmaz. Niyə uşaqlar? Çünki məxrəcində 7 vuruğu var. Biz demişik ki, yalnız məxrəc hansı vuruqlardan təşkil olunsun? 2 və 5 vuruqlarından təşkil olunsun. Bir də uşaqların səhv saldığı kəsirlər bölməsində. Yox, gəlin burada uşaqlar sonlu onlu kəsirlərin sayını tapılmasına deyək. Məsələn, deyirik ki, ekranı fırlayayım. Uşaqlar, məsələn, məxrəci tutaq ki, neçə deyək? Məxrəci 60 olan neçə kəsir? Neçə kəsiri sonlu onlu kəsir şəklində göstərmək olar? Sonlu onlu kəsir şəklində göstərmək olar. Bu uşaqlar nə edirik? 60-ı vuruqlarına ayırırıq. 32, 15, 3, 5, 5. Ayırandan sonra uşaqlar 2 və 5 vuruqları hasindən 1 çıxırıq. Fərq etmir, nə qədər 2 vuruğu var, nə qədər 5 vuruğu var. 2 vur, 2 vur, 5, çıxaq 1. Eğilir 19. Yəni 19 kəsiri düzgün kəsir şəklində, sonlu onlu kəsir şəklində göstərmək olar. Yəni neynədik? Verilmiş kəsiri vuruqlarına ayırdıq və 2 və 5 vuruqları hasindən 1 çıxdıq. Sonra uşaqlar neynirik? Bir də uşaqların səhv saldığı, tutaq ki, məxrəci 60 olan ixtisar olunmayan kəsirlərin sayını tapın. İxtisar olunmayan. Uşaqlar, bu ixtisar olunmayan kəsir sayı. Bax, olunmayan yazıram. 60-ı neynədik? Vuruqlarını ayırdıq. 60-ın vuruqları 2-nin kvadratı vur 3 vur 5'dir. Neynirik? 60'ı götürürük. 60 vuraq. Bax, bu aşağıdakı hissələri götürürük. 60 vuraq. 1 minus, yəni vuruqları götürürük. 1 minus 2-də 1, 1 minus 3-də 1, 1 minus 5-də 1. Uşaqlar, bu neçə yeyir? 60 vuraq 2-də 1, vuraq 3-də 2, vuraq 5-də 4. Getdi. 3-lə 5 getsə, qalar 4, yeyir 16. Yəni, məxrəci 60 olan 16 dənə ixtisar olunmayan, 16 ixtisar olunmayan kəsir var. Bəs neçə ixtisar olunan kəsir var? Söhbət düzgün kəsirlərdən gedir.
Məxrəci 60 olan uşaqlar. Məxrəci 60 olan neçə dənə düzgün kəsiri var? 59 dənə düzgün kəsiri var. Onun 16 dənəsi ixtisar olunmursa, 59-dan çıxıram 16-sını, qalır 43 ixtisar olunan kəsir. Sonra uşaqlar, gəlin topluda misallara baxaq. Məsələn, adi misallara baxmayaq. Uşaqlar, bu tip misallarda ixtisar aparırıq. Həmişə birinci qalırsa, əvvəldən birinci qalırsa, axırıncıda da məxrəc qalır. 99-da 1 və yaxud tərsinə. Birincidən məxrəc qalırsa, axırıncıdan hökmən sürət qalacaq. Məsələn, burada məxrəc qalırsa, burada sürət qalır. Yəni, belə ixtisar olunur formada. Sonra, bax, uşaqlar, həmişə birinci ilə ikincinin arasında əlaqə olur. Mən birinciyə tutaq ki, T deyirəm. İkinci ilə tərəf-tərəfə toplayıram. 5-də 4 ilə 5-də 1-i toplasam, bax, uşaqlar, birinci ilə birincini toplayıram. Ne deyir 5-də 4 ilə 5-də 1-i toplayan? Deyir 1. 7-də 1 ilə 7-də 6-ını toplayıram. Eləyir 1. 11-də 1 ilə 11-də 10-u toplayıram. Eləyir 1. 13-də 1 ilə 13-də 12-ni toplayanda eləyir 13, o da 1 eləyir. Bərabərdir. İndi sağları toplayıram. A-nın üstə T gələn uşaqlar A plus T. Yəni, nə oldu uşaqlar? Elədi ki, A plus T bərabərdir 4-ə. Mən də T-ni tapmaq lazım. T bərabərdir uşaqlar 4 minus A-ya. Sonra, məsələn, 20 tiplər həmişə imtahanlara düşür. Necə yazırıq? Uşaqlar bəzən adi kəsirə çevirirlər. Çətin çəkirlər. Uşaqlar, yəni məxrəcə baxırıq. Vergülünü azad eləmək üçün neçəyə vurmaq lazım? Minə. Məxrəci minə vururuq. Eləyir 17. Sürəti də, məxrəci nəyə vuruqsa, sürət ona vurmalıyıq. Sürəti minə vururuq. 5100. Üzərinə gələk. Yenə məxrəci minə vuranda 3. Sürəti minə vuranda 30. Məxrəci ikincidə də hər tərəfini 10-a vururuq. Uşaqlar, bu deyir 10-da 1. Çaşdım. 10-da 1 yox, uşaqlar. 1 bölək 10. Sonra neyinir uşaqlar? 5100-ü 17-yə böləndə neçə eləyir? Eləyir 300. Yazırıq 300. Üzərinə gələk. 30-u 3-ə böləndə 10. Üzərinə gələk 10. O deyir uşaqlar 320. Sonra hansı misala baxırıq? Gəlin, baxaq. Məsələn, gəlin baxaq 26 tiplərini. 26 necə yazarıq? Uşaqlar, bu tip misalları yazanda birincidən axırıncını çıxırıq. Birincimiz neçə eləyir? 1. Axırıncı neçə eləyir? 11-də 1. 11-də 1. Birincidən axırıncını çıxırıq, vururuq arasındakı fərqə. Yəni, 3-dən 5-in arasındakı fərq neçədir? 5-in arasındakı fərq 2. 2-də 1. Vururuq 2-də 1-ə. Bu deyir uşaqlar. Neçə eləyir? Bu deyir 11-də 10 vuraq 2. Uşaqlar, bu neçə eləyər? 11-də 2 yox, uşaqlar, 2-də 1. Bu deyir 11-də 5. Və yaxud da ikinci qaydası nədir uşaqlar? Neyinirik? Silək. Birincini vururuq axırıncıya. Birinci rəqəmi 1-dir. 11-dir. 1-i vururuq 11-ə və üzərlərini toplayırıq. Üzərlərini istən eləyir 5. Uşaqlar, bu deyir 11-də 5. Sonra, məsələn, gəlin n-lə olanda yazaq. Yenə eyni qaydadır. Əslində n-lə birinci cəmi eyni eləyir. Sürətləri toplayan sürət eyni eləyir. Birincini vururam axırıncıya. 2-ni vururam 2n plus 2-yə. Yəni, belə də yaza bilərik. Və yaxud nə eləyərik uşaqlar? Yəni, oradan da 4 ortaq vurub çıxır da. Və yaxud nə eləyərik? Birincidən çıxarıq axırıncını. Yəni, 2-də 1-dən çıxaram axırıncını. 1 bölək 2n plus 2-ni çıxaram.
Vuraram arasındakı fərqə 2 ilə 4, 4 ilə 6-nın arasındakı fərq nedir? Uşaqlar 2-də 1. Yəni belə hesablayıb 1-yə də yaza bilərik. Sonra yazıram 31 tipini. Bunu vurub atsaq uşaqlar bu n-in kvadratı ça 25 plus 31 bölək n eləyər. Bu nə deməkdir? N kvadratı minus plus 6 deməkdir. Düzdür uşaqlar? Ayrı-ayrı kəsirlərdə yazarım. N-in kvadratı bölək n üstə gələk 6 bölək n. N-in kvadratı n-ə böləndə n plus 6 bölək n. Uşaqlar onsuz da n özü tam ədəddir. 6 bölək n tam olmaq üçün 6-nın bölənləri olmalıdır. Amma tam qiymət dediyinə görə müsbət mənfiyə baxıram. Müsbət mənfi 2, müsbət mənfi 3, bir də müsbət mənfi 6. Neçə qiymət elədi uşaqlar? Elədi 4 qiymət. Yəni n-in 4 qiymətində nə etmək olar? N-in 4 qiymətində kəsirimiz tam qiymətlər, uşaqlar kəsirimiz tam qiymətlər alır. Gəlin baxaq 33-ə uşaqlar. 4 qiymət yox uşaqlar, 8 qiymət. Niyə 4 dedim? Çünki plus minusu da var axı 8 qiymətini deyir. Gəlin baxırıq 33-ə. 33-ü necə yazırıq? Uşaqlar 30-u yazmaq üçün nə edirəm? Mən 16-nı parçalayıram. 16-nı. 16-nın içində neçə biri var? 16 dənə 1 var. Bax, gətirib 16 dənə 1-i yazıram hərəsinin yanına. Minus 1. Biraz qalın yazdı. Uşaqlar, biraz nazirdim. Deməli, nə dedik? Minus 1. Getdik minus 1. Hərəsinin yanına bir dənə 1 əlavə elədik. Artıq yəni 16 burada yoxdur. Çünki 16 dənə 1-dən 16-ya qədər 16 dənə ədəd var. Mən də mənfi 16-nı 16 dənə bir şəklində yazdım. Hər rəqəmi yanına yazdım. Yəni nə oldu? 1-in kvadratı minus 1. Üstə gəlir. 2-nin kvadratı minus 1. 3-ün kvadratı minus 1. Plus nöqtə nöqtə. Üstə gəlir 16-nın kvadratı minus 1. Məxrəcdə olduğu kimi yazıram uşaqlar. 1 vuraq 3. Üstə gəl 2 vur 4. Üstə gəl 3 vur 5. Üstə gəl 15 vuraq 17. Sonra nə edirəm uşaqlar? Bax, gəlin ifadənin qiymətini hesablayaq. Kəsirin qiymətini. 1-in kvadratından 1 çıxanda bu sıfıra gedir, bu getdi. Müxtəsər kimi parçalayaq uşaqlar. Müxtəsər kimi. 2 kvadratı minus 1-i yazıram. 2 minus 1 vuraq. 2 plus 1. 3-ün kvadratı minus 1-i yazıram. 3 minus 1. 3 plus 1. 16 kvadratı minus 1-i yazaram. 16 minus 1. 16 plus 1 şəklində yazdım. Yazmaq istədim yəni. Hə. Sonra uşaqlar məxrəcdə olduğu kimi yazıram. 1 vuraq 3, üstə gəl 2 vur 4, üstə gəl 3 vur 5. Üstə gəl neçə uşaqlar? 15 vuraq 17. İndi gəlin sürəti sadələşdirək. 2-dən 1 çıxanda nə qalır uşaqlar? 1 vuraq 3. Üstə gəl 3-dən 1 çıxanda 2 vuraq 4. Üstə gələk 15 vuraq neçə? 17. Görürsünüz ki uşaqlar məxrəci aldıq. 1 vur 3, üstə gəl 2 vur 4, üstə gəl 3 vur 5 də yazmayaq. Üstə gələk nöqtə nöqtə 15 vur 17. Yəni məxrəci aldığımıza görə ixtisar getsə bu ifadə bərabər olur 1-ə. Deməli, A-mızın qiyməti nəyə bərabərdir uşaqlar? A-nın qiyməti 1-ə bərabərdir. Gəlin C-ni hesablayaq. Uşaqlar, 1-dən 2-də 1 çıxanda nə qalır? 1-ə yazaq da C bərabərdir. 2-də 1. 1-dən 3-də 1 çıxanda 3-də 2. 1-dən 4-də 1 çıxanda 4-də 3. 1-dən 5-də 1 çıxanda 5-də 4. 1-in üstə 5-də 1 gələndə 5-də 6. 4-də 5. 1-in üstə 3-də 1, 3-də 4, 2-də 3. Gəlin bunu sadələşdirək. Bax ki, 4-dərim getdi, 5-dərim getdi, 3-dərim getdi, 3-dərim getdi, 2-dərim getdi, 4-dərim getdi. Qaldı neçə uşaqlar? 2 ilə də 6 getdi, qaldı 3. Aşağıda da 5-imiz qalıb. Elədir? 5-də 3. Yəni uşaqlar, bu da nə deməkdir? 0,6 deməkdir. Neynədik? A-nı 1 almışdıq. 1-i də 0,6-ya vuranda eləyir uşaqlar neçə? 0,6. Cavab elədi 0,6. Sonra gəlin baxaq düzgün və düzgün olmayan kəsirlə misal izahına. Hansı misalların izahına baxaq.
Məsələn, gəlin baxaq 18-ə. Ayrı-ayrı bu tip suallar həmişə imtahan açır uşaqlar. Ayrı-ayrı kəsrlərdə yazırıq. 5m bölək m üstəgəl 6 bölək m. M-in kvadratı üstəgəl 5 üstəgəl 6 bölək m. M-in neçə natural qiymətində? Natural dediyinə görə uşaqlar M-in ancaq natural qiymətdə verə bilərik və 6-nın bölənləri olsun. 1, 2, 3, 6. Neçə natural qiymət elədi? 4 natural qiymət elədi. Məsələn, 25-26 tiplərin qaydasını bir yaxud dərs izah elədim. Yenə 28 onun kimidir. 30 izah verdik. Sonra uşaqlar kəsirlərin müqayisəsinə hansı misallara baxaq. Məsələn, gəlin baxaq 8-ə. Deyir, A-nın 4-də 3-ünün B-nin 6-da 5-inə A-nın 4-də 3, yəni 4-də 3 A bərabərdir 6-da 5 B-yə və C-nin 2-də 1-nə bərabərdir. Bərabərdir nəyə? Deməli, A-nın 4-də 3-ünün B-nin 6-da 5-inə və C-nin 2-də 1-nə bərabərdirsə, yəni 4-də 3 A-da bərabər nə uşaqlar? 2-də 1 C. Əslində ümumi şəkildə də yazmaq olardı. Yəni ümumi şəkildə yazaq da. 4-də 3 bərabərdir 6-da 5B. O da bərabərdir. O da bərabərdir 2-də 1 C yazaq. Sonra nə edək uşaqlar? Hər tərəfini əkobuna vursaq, tutaq ki 12-yə vursaq. Hər tərəfini 12-yə vursaq, bunu da 12-yə vursaq. Bunu da 12-yə, bunu da 12-yə vursaq uşaqlar. Nə qalar? Qalar ki 12, 4, 9-a bərabərdir 10B bərabərdir 6C. Düzdür uşaqlar? ABC-də müsbət ədədlər müqayisə et. Deməli, 9-un, 10-un, 6-nın əkobu neçədir uşaqlar? Əkob 9, 10, 6. Əkobu neçədir? 90 olar yəqin ki. 90. İndi nə edirəm? 90-ı bölürəm 9-a qalır 10K. Deməli, am 10K-dır. 90-ı bölürəm 10-a qalır 9K. Bir 9K-dır. 90-ı bölürəm 6-ya qalır 15K. Deməli, C neçə K-dır uşaqlar? 15K-dır. İndi müqayisə edin deyir. C böyükdür A-dan. A da böyükdür. A da böyükdür uşaqlar B-dən. C böyükdür A-dan. A da böyükdür B-dən. Sonra məsələn 9 o qaydada yazarsa, sinifdəki oğlanların sayısı bütün şagirdlərin sayının 4-də 1-dən çoxdur, 3-də 1-dən azdır. Tutaq ki, X sinifin 4-də 1-dən çoxdur, 3-də 1-dən azdır. Uşaqlar, orta mərz gətsək, tutaq ki, 12-də 1-dən çoxdur, neçəsindən azdır uşaqlar? Çaşdım, 12-də 3-dən çoxdur, 12-də 4-dən azdır, 3-lə 4-ün arasında ədəd yoxdur. 24-də gətirirəm məxrəci. Yəni neçə ilə uşaqlar? Biraz şey oldu, gəlin balaca yazaq. 2 yazdım, sıxmadım. Nə dedik? Dedik ki, x-imiz 4-də 1-dən böyükdür, 3-də 1-dən kiçikdir. 12-yə gətsəm, x-imiz 12-də 1-dən böyükdür, 12-də 3-dən böyükdür, 12-də 4-dən kiçikdir. O 3-lə 4 arasında ədəd yoxdur deyə nə edirəm? Bu nəsə burada 31 kimi düşür. Bunu silim. Hə. Buradan da mən 24-də gətsəm, x böyükdür 24-də 6-dan. İdi gözəl yazıram ki, uşaqlar sığdıra bilmirəm. Deməli, x böyükdür 24-də 6-dan, kiçikdir 24-də 8-dən. Artıq 6-dan 8-in arasında ədəd var, 7. Deməli, 68-dən yerləşir. Sinifdə ən az neçə şagird olar? Sinifdə ən az neçə şagird olar uşaqlar? Sinifdə ən az 24 şagird olar. Sonra neçəyə baxırıq? Uşaqlar, bildinizdə niyə 24 götürdük? Çünki sinifdəki oğlanların sayı deyir 4-də 1-dən çox, 3-də 1-dən azdır. Mən 4-də 1-dən 3-də 1 çox 12 tapdım. 12, 3-lə 4 arasında ədəd yoxdur deyə artıq 24 götürdüm. Məxrəci 24 götürdüm. Yəni 6-dan 8 arasında ədəd yerləşir. Deməli, sizin nə qədər şagird var? 24 şagird var. Sonra uşaqlar, 14 tipdə kəsrləri müqayisə edəndə arasındakı fərqə baxırıq. Məsələn, qısa yol 15 ilə 4-ün arasındakı fərq neçədir? 11.
20 ilə 9 arasındakı fərq 11. Hamısının arasındakı fərq 11-dir. Əgər arasındakı fərq 11-dirsə, yəni bərabərdirsə, sürət və məxrəci böyük olan kəsir böyükdür. Yəni B böyükdür A-dan, A böyükdür D-dən, D də böyükdür uşaqlar C-dən. Sürət və məxrəc arasındakı fərq bərabərdirsə, uşaqlar sürət və məxrəci böyük olan kəsir böyükdür.